Salam əziz şagirdlər və valideynlər, bugün sizinlə birlikdə 6-cı sinif Azərbaycan dili 2-ci hissə iş dəftəri səhifə 49-dan işləməyə başlayaq. Kitabın tarixi, qədimdə kitab işi, dərslik səhifə 74-77. Çalışma ada deyir ki, qədimdə kitab işi mətninə və Glossari rubrikasında verilmiş izahlara əsasən krossvordu həll et. Yuxarıdan aşağı olanları gəlin yazaq. Birincidə deyir ki, çap məhsulları, kitab, qəzet, jurnal və s. istehsal edən fabrik. Bu mətbəədir. Gəlin yazaq mətbəə. İkincidə deyir ki, əsərin dil, üslub, eləcə də məzmun cəhətdən təkmilləşdirilməsi bu redaktədir. Yazaq redaktə. Dörddə deyir ki, kitabdakı materialların estetik normalara uyğun düzülüşü, dizaynı, bu da tərtibat adlanır. İndi soldan sağa olanları yazaq. 3-də deyir ki, məhsulu istehsal etmək, çoxaltmaq üçün istifadə olunan forma, şablon, bu da qəlib adlanır. 5-də deyir ki, əsərin kitab şəklində istehsalını və yayımını təşkil edən müəssisə, bu da nəşriyyat adlanır. Altıda deyir ki, əlyazma kitablarında mətnə kiçik, rəngli illüstrasiyalar çəkən rəssam, bu da miniatürçülər idi. Yazaq. Bu da miniatürçülər idi. Keçəyin çalışma B-yə. Çalışma B-də deyir ki, mətndə bu peşə sahibləri haqqında məlumat yoxdur. Yəqin ki, mətni oxumusunuz. Bu mətndə xəttat haqqında məlumat var idi, cildçi haqqında məlumat var idi, bir də miniatürçü haqqında məlumatlar var idi. Amma redaktor, dizayner və şair haqqında məlumatlar yox idi. Çalışma C-də deyir ki, mətnə əsasən doğru fikirləri qeyd et. A variantında yazının və kağızın ixtirası kitabın yaranmasına səbəb oldu. Bəli, bu var idi. Qədimdə yaxın şərq ölkələrində kitab emalatxanaları fəaliyyət göstərirdi. Bəli, B də düzgündür. C-də müasir dövrdə də kitab işində xəttatların rolu böyükdür. Xeyr, tək xəttatların yox, həm xəttatların, həm miniatürçülərin, həm də cildçilərin rolu böyük olmuşdu. Bunlar da kitab ustaları adlanır. Kitab ustalarının rolu böyük olmuşdu. Deməli C doğru fikir deyil. Çalışma C variantında deyir ki, Sultan Məhəmməd orta əsrlərin görkəmli xəttatlarından biri olub. Xəttatlarından yox, rəssamlarından biri olubdu. D variantında deyir ki, Mir Seydəlinin hazırladığı kitab Londondakı sərginin ən dəyərli eksponatına çevrilib. Eksponatı seçilib, bəli, bu da var idi. Deməli, A, B, D var. Doğru fikirdir, amma C ilə C doğru fikir deyil. İndi isə keçək növbəti səhifəyə, 50-ci səhifəyə. Növbəti 50-ci səhifədə isə deyir ki, Zərgədrini Zərgəriblər dinləmə mətnidir. Dərslik səhifə 78-də mətni artıq özünüz dinləyərsiniz. Tapşırıqlarını yazarsınız. Çalışma ada deyir ki, Zərgədrini Zərgərbilər mətninə əsasən suallara cavab yaz. Birinci sualımız odur ki, Nizami Gəncəvi yaşadığı şəhəri tərk etmədən ensiklopedik biliklərə necə yiyələnmişdi? İkincidə isə dayısı Xacə Ömərin Nizami Gəncəvinin həyatındakı rolunu izah et. Gəlin suallarımızın cavablarını yazaq. Deməli, mən sualların cavablarını belə yazdım. Nizami Gəncəvi yaşadığı şəhəri tərk etmədən ensiklopedik biliklərə necə yiyələnmişdir? Nizami Gəncəvi ensiklopedik bilikləri Gəncə kitabxanaları vasitəsilə əldə etmişdir. Həmin dövrdə Gəncə mühüm kitabçılıq mərkəzi hesab olunurdu. İkincidə dayısı Xacə Ömərin Nizami Gəncəvinin həyatındakı rolunu izah elə. Xacə Ömər Atabəylərin vəziri olmaqla yanaşı, həm də Gəncənin ən zəngin kitabxanası sayılan Saray kitab evinə rəhbərlik edirdi. Nizami də məhz dayısının vasitəsilə bu zəngin kitabxanadan bəhrələnmiş və dərin biliklərə yiyələnmişdir. İndi isə keçək çalışma B-yə. Çalışma B-də deyir ki, bu fəsildə aldığın məlumatlara əsasən qədimdə kitab işi haqqında yaddaş xəritəsi hazırla.
yazının və kağızın ixtirası, emalatxanaların təşkili, kitab ustalarının fəaliyyəti, şair və yazıçıların rolu. Gəlin yazaq. Mən burada belə yazdım. Yazının və kağızın ixtirası, bu ixtiralar bəşəriyyətin və sivilizasiyanın inkişafında böyük rol oynamışdır. Onlar kitabın yaranmasına lazımi zəmin yaratmışdır. Emalatxanaların təşkili, kitab emalatxanaları əsasən hökmdar sarayında fəaliyyət göstərirdi. Bu emalatxanalarda kitabların özünün köçürülməsi, tərcümə edilməsi və cildlənməsi üçün hər cür şərait yaradılırdı. Kitab ustalarının fəaliyyəti, emalatxanalarda xəttatlar, miniatürçülər və cildçilər çalışırdı. Bunlar kitab ustaları adlanır. Bayaq da əvvəlki səhifədə də mən qeyd etdim. Xəttatlar əlyazmaları köçürür, miniatürçülər onları nəfis rəsmlərlə bəzəyir, cildçilər isə kitablara qiymətli üzlüklər hazırlayırdılar. Şair və yazıçıların rolu, şairlərin əsərləri kitab sənətinin inkişafına təkan verirdi. Onların yaratdığı xəmsə, divan, şahnamə kimi incilər kitab ustaları tərəfindən nəfis şəkildə tərtib olunaraq gələcək nəsillərə ötürülürdü. Bugünlük bu qədər. Abunə deyilsinizsə abunə olun. Videonu bəyəndinizsə bəyənmə düyməsinə basın. Şərhlərdə şərh yazın. Hələlik.